Salam əziz dostlar, sizlər üçün çox qısa bir və asan bir test üzərindən izah verəcəm. Əslində bəzən bu asan testləri belə tələbələr səhv edə bilirlər. Bunun amma qarşısını almaq üçün mən sizə bəzi yollar göstərəcəm. Açar sözlər həmişə var. Bəzən açar sözlər keywordlar ola bilmir. Bu zaman mənim bir maraqlı bir texnikam var. Clue taktikası, yəni rəqəmlər falan olmayanda və yaxud da eyillər və yaxud da nə bilim əsas açar sözlər olmayanda biz digər başqa sözləri tapmalıyıq. Məsələn, burada fərqli məna verən sözlər bunlardır. Nə bilim, çatmaq sözdür, 1 və 2 gün. Burada tərcümə eləməyin. Burada advice olunmasıdır, 2 və 3 gün əvvəl gəlmələrdir. Burada deməli günlər buradadır ki, 24 və 28-i başlayacağını verir. Amma you should var. You should yəni məcburiyyət deyir. Sadəcə məsləhət eləyir ki, yəni sən bunu eləyə də bilərsən, eləməyə də bilərsən. Və burada deyir ki, 22-si 23-ü gələ bilərsən. Deməli, cavab doğrudur. İkinci, proqramdan söhbət eləyir, bunun dəyərindən söhbət eləyir və proqramın dəyərinin 195 olduğunu göstərir və qalmaq excluding hissəsidir burada. Excluding hissəsi əslində yəni ona aid olmayan bir hissədir. Biz baxmalıyıq ki, bununla bağlı cavab harda ola bilər. Deməli 195 buradadır və baxırıq ki, həqiqətən də düzdür. Bunu çıxmaq şərti ilə burada proqramın qiyməti budur. Okey. Üçüncü sual cavabı deməli sıra ilə gedir. Açar sözlərlə götürəndə number of places bir də ki strictly limiteddir. Bununla bağlı meta məlumatın olmadığına görə biz avtomatik olaraq cavabı nə götürürük? Cavabı götürürük ki no. Yəni ümumiyyətlə, yəni bununla bağlı heç bir cavab yoxdur və yəni məna əksikliyi var. Buna bir növdə deyirlər not given. Əslində gördüyünüz kimi testlər işləmək çox rahat bir şeydir. Sadəcə testlər üzərində həqiqətən də yaxşı mənada vaxtınızı necə deyərlər öldürməlisiniz. Uğurlar tələbələr.